Həqiqətən Allah Azze və Cəlləni zikr etmək, onun adını xatırlamaq böyük bir neymətdir. Necə ki, yer üzündə olan cənnət bağçalarından bir bağçadır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, qudsi hədisdir, yəni Allahın yollarda dolaşıb, Allahı yad edən insanları axtaran mələkləri vardır. Onlar Allah Azze və Cəllə yad edən bir cəmaat gördükləri zaman bir-birlərini çağırıb, axtardığınızın yanına gəlin deyirlər. Sonra onlar bu cəmaatı öz qanadları ilə dünya səmasına dək əhatəyə alırlar. Elə həmin vaxt Rəbbi mələklərdən hər şey onlara daha yaxşı bildiyi halda soruşur. Qullarım nə deyirlər? Mələklər, onlar sənin şənini tərif deyirlər. Səni uca tutur, səni həmsana təqdis edir və səni tərifləyirlər deyə cavab verirlər. Və Allah Azze və Cəllə soruşur ki, məgər onlar məni görüblərmi? Mələklər deyirlər, xeyr, vallahi ki, onlar səni görməyiblər. Və Allah Azze və Cəllə soruşur, bəs məni görsəydilər necə olardı? Mələklər deyirlər ki, əgər onlar səni görsəydilər, bundan da çox sənə ibadət edər, səni tərifləyər, səni həmsana təqdis edər və səni şəni uca tutardılar. Və Allah Azze və Cəllə soruşur ki, onlar məndən nə istəyirlər? Və mələklər deyir, onlar səndən cənnəti istəyirlər. Allah Azze və Cəllə soruşur, məgər onlar cənnət görüblərmi? Mələklər deyir, xeyr, ya Rab, vallahi ki, onlar cənnət görməyiblər. Allah Azze və Cəllə soruşur, bəs görsəydilər necə olardı? Mələklər deyirlər, əgər onu görsəydilər, daha əzimlə ona can atar, daha inadla onu diləyər və daha çox rəğbətlə onu arzulayardılar. Və Allah Azze və Cəllə soruşur ki, onlar mənə nədən sığınırlar? Mələklər cavab verir ki, cəhənnəm odundan. Allah Azze və Cəllə soruşur, məgər onlar cəhənnəmi görüblərmi? Mələklər, xeyr, ya Rabbi, vallahi ki, onlar cəhənnəmi görməyiblər. Allah Azze və Cəllə soruşur, bəs onu görsəydə necə olardı? Mələklər dedi, əgər onu görsəydilər, ondan daha çox uzağa qaçmağa çalışar və ondan daha çox çəkinərdilər. Və Allah Azze və Cəllə buyurur ki, şahid olun ki, mən onları bağışladım. Bu vaxt mələklərdən biri deyir, bu cəmaatın arasında olan filan kəs, onlarla yoldaşlıq edənlərin deyildi. Sadəcə olaraq öz ehtiyacı üzündən ora gəlmişdir. Allah Azze və Cəllə buyurur ki, bunlar elə insanlardır ki, onlarla oturub duran adam bədbəxt olmaz. Və hədis bizə göstərir ki, subhanallah, elm məclisinin, zikr məclisinin fəzilətin. Ona görə zikr məclislərinə etinasızlıq etmək olmaz. Yəni, insan bacardıqca nə etməlidir? Yəni, gücü çatdığı gəlib iştirak etməlidir. Çünki bu səbəblə insan bağışlanır. Yəni, əgər biz axirəti istəyiriksə, yaxşı, axirəti istəyiriksə, bu quru-quru olmalı deyil də.